Tofiq bəy son sözünü demək üçün hazırlaşmaq istədi və məhkəmə bir həftə əlavə vaxt ayırdı. Bir həftə ərzində məhkəmə təxirə salındı. Bugün Tofiq bəy imkan tapıb bugünkü günə münasibət bildirdi. Bugün bilirsiniz ki, bizim tariximizin faciə günüdür. Xocalı faciəsinin törədildiyi gündür və bu günün Tofiq bəyin həyatına birbaşa aidiyyəti var. Yəni bizim millət olaraq hamımızın həyatına təsiri var. Amma Tofiq bəyə birbaşa təsiri var. Çünki məhz Xocalı faciəsi yaşanan gün Tofiq bəy ifadə elədi ki, Maya xanım da zalda idi. Biz bu xəbərləri eşidib, o kadrları görüb qucaqlaşdıq, ağlaşdıq və mən Maya xanıma 2 körpə qızımı tapşırıb savaşa yolladım. Yəni Tofiq Yaqublu belə bir şəxsiyyətdir. Vətənin belə bir igid oğludur, belə bir qəhrəman oğludur və baxın, Tofiq Yaqublunun məhkəməsini bugünə salmışlar. Əgər Tofiq Yaqublu özü vaxt istəməsəydi, yəqin bugün hökmdən oxunacaq. 26 fevralda ölümü gözə alıb, 2 körpə qızını həyat yoldaşının ümidindən buraxıb, savaşa yollanan bir vətən fədaisinə 26 fevralda qanunsuz hökm oxumağa hazırlaşırlar. Böyük bir fərqi yoxdur. İndi Tofiq Yaqublu bəlkə də hökuməti bu utancdan xilas eləmiş oldu. Bir həftə əlavə yubatdı məhkəməni. Amma bir həftədən sonra olsa da yəqin ki, məhkəmə keçiriləcək, sifariş yəqin ki, yerinə yetiriləcək. Çünki Azərbaycanda artıq xeyli müddətdir ki, məhkəmə hakimiyyəti siyasi sifarişləri yerinə yetirməklə məşğuldur.